İnsan yaranmayıb ki, desinlər yaxşı adamdır. Maşallah, oğurluq eləmir, onun bunun namusuna baxmır, yalan danışmır. Bunlar yaxşıdır, olsun. Amma bu son məqsəd deyil, sözüm budur. Bunlar yaxşıdır, yox, bunlar vacibdir. Amma bunlar kamilliyin ilk addımlarıdır. İnsan oğurluq eləmir, kiminsə namusuna sataşmır, üzr istəyirəm sizdən, yalan danışmır, qeybət eləmir. Bunlar insan üçün böyük bir fəzilət deyil, bunlar yolun başlanğıcıdır. Deyək ki, bəli, bu yaxşı adamdır və salam, məqsədə çatdı. Əgər hər hansı bir din insanı bir sabit nöqtədə saxlasa, o din adamı yorar. O din bezdirici bir din olar. Amma çoxumuzun dinə yanaşmamız minimum yanaşmadır. Dində biz nə üçünsə gəlib aza qane oluruq. Hərçənd ki, bu bizim fitrətimizə ziddir. Bu bizim bütün quruluşumuza zidd olduğu halda biz gəlib aza qane oluruq. İnsan binəhayət, sonsuz hədəflər üçün yaranıb. Yəni, hədəf yoxdur, bəlli bir nöqtə yoxdur. Siz fikir verirsiniz, elm öyrəndikcə yenə var. Hansı alim deyə bilər, mən çatdım elmdə, hər şeyi bilirəm. Elmdə dayanma nöqtəsi var, xeyr. Ümumiyyətlə, heç bir şeydə dayanma nöqtəsi yoxdur. Kamillik sonsuz bir prosesdir. Getdikcə getməli olan bir prosesdir. İnsan yolun əvvəlində gərək hərəkətə başlasın. Gərək davamlı inkişaf fikrində olsun. Din bizə nə üçün göndərilib? Din bu sonsuzluq ehtiyacını ödəmək üçün bizə göndərilib. İnsan ruhu olduqca əzəmətlidir. Mən bu mövzuda sizinlə çox söhbət eləmişəm. Bilirsiniz ki, insan ruhu olduqca əzəmətlidir. Təsəvvür olunmaz qədər əzəmətlidir. İnsan ruhundan üstün bir varlıq yaranmayıb, olduqca dərindir, dərinliyini təsəvvür etmək mümkün deyil. O qədər dərindir ki, sonsuzluğa qədər dərindir. Allaha qədər dərindir, Allaha qədər gedir bu yol. Və din də bu əzəmətə uyğun olaraq göndərilib. Dinin ölçüsü insanın ölçülərinə uyğundur. Necə insan əzəmətlidir, din də onun ruhunun əzəmətinə uyğun olaraq tənzimlənib. İnsanın qarşısında sözün qısası sonsuz bir yol var. Bu yolun son dayanacağı yoxdur. İnsan daim irəli gedir, ölümlə də dayanmır.